Akşamınız xeyir olsun. Hayırlı akşamlar. Türk Kültür Platformu'nun değerli izleyicileri. Bugün Türk Kültür Platformu'nun konağı təhsil üzrə ekspert İlham Bey Əhmədovdur. Ben istəyərdim ki, bugün hayatımızda baş veren, dünyada baş veren, Türk dünyasında giden prosesleri nəzərə alaraq, günümüzün en vacib proseslerini nəzərə alaraq İlham Bey'e bir neçə suallarla müraciət edim. İlham Bey hem de Türk Kültür Platformasının bir neçə dəfə qonağı olmuştur. Biz onunla təhsillə bağlı, distansiyon təhsillə bağlı birçok suallara vaxtında cavablar aktarmışıq. Sonuncu 5 il ərzində bir neçə dəfə biz görüşmüşük. Bugün də Türk dünyasında baş verən irəliləyişlərlə bağlı, gedən proseslərlə əlaqədar olaraq, təhsil sistemindən əlaqədar olaraq mən istəyərdim ki, İlham Bey'e xahiş eləyək ki, bu bir neçə suallara cavab versin. Her şeyden evvel ben istəyərdim ki, İlham Bey Türk dünyasında təhsil sisteminin bugünkü durumu hakkında onun fikrini öğrenmek istəyərdim. Salam, hörmətli həmkarlar. Deməli, bu gün baxdığımız mövzuyla əlaqəli mən bu yaxında Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatları rəhbərlərinin keçirdiyi bir tədbirlə bağlı bir faktı yada salmaq istəyirəm. Yadınızda varsa, təxminən 2 ay bundan əvvəl Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızistan dövlət başçıları Türk dünyasına rəqəmsal inteqrasiyası mövzusunda bir summit keçirdilər. Və bu summitin əsas məqsədi Türk dünyasının deməli özəl olaraq müstəqil şəkildə öz süni intellekt sistemi, rəqəmsal mühiti, rəqəmsal inkişafı bu problemləri müzakirə eləmək və gələcəkdə Türk dünyasının iqtisadi, mədəni, siyasi, digər inteqrasiyası ilə paralel həm də bu dövlətlərin rəqəmsal inteqrasiyasını təmin eləməkdir. Amma rəqəmsal inteqrasiyanın təmin olunması bu ölkələrin ilk növbədə təhsil sistemlərinin inteqrasiya olunmasını tələb edir. Yəni, Türk dövlətlərinin vahid informasiya təhsil məkanı olmalı. Bunların deməli, universitetləri, orta məktəbləri, peşə təhsili sistemi, doktorantura pilləsi və digər təhsil pillələri eyni standartlarla işləməlidir. Eyni kurikulumlarla işləməlidir. Bu diplomlar qarşılıqlı şəkildə Türk dövlətləri tərəfindən qarşılıqlı şəkildə bu diplomlar tanınmalıdır. Bizim hələlik bu sahədə inteqrasiyamız hamısı Avropa İttifaqının standartları ilə gedir. Yəni, Bologna prosesinin tələblərinə uyğun olaraq Türk dövlətləri biri digərinin diplomunu tanıyır, biri digəri ilə müəyyən inteqrativ əlaqələr yaradır. Avropa İttifaqının müəyyən qurumlarına grant alır və Türk universitetləri də ora qoşulur, hansısa bir layihələr edirlər və s. Amma İsmail və Kaspiralı'nın vaxtilə dediyi kimi dildə bir, əməldə bir, düşüncədə bir olmalıdır Türk xalqları. Bunların da belə bir vəhdətli olması üçün ilk növbədə onların deməli düşüncəsi, təhsili, təhsil məkanı inteqrasiya olunmalıdır. Və bunun əsasında da onların rəqəmsal inteqrasiyası, vahid rəqəmsal mühiti olmalıdır. Bu, həm bu ölkələrin iqtisadi təhlükəsizliyini, həm onların milli təhlükəsizliyini, hərbi təhlükəsizliyini və digər istiqamətlərdə onların deməli tamamilə suverenliyini təmin eləməlidir. Mən burada Türkiyə Cumhuriyyəti Prezidenti hörmətli Rəcəb Tayyip Ərdoğanın bir sözünü bildirmək istəyirəm. Hörmətli Ərdoğan deyirdi ki, texnoloji suverenliyi olmayan dövlətin real suverenliyi ola bilməz. Bu günlər texnoloji suverenliyi isə
və texnoloji suverenlik isə bu günləri deməli rəqəmsal təhlükəsizlik, rəqəmsal suverenlik üzərindən təmin olunmalıdır. Amma bunların da hamısının kökü təhsilə gəlir. Bu günləri bəşər tarixində heç vaxt olmadığı qədər təhsilin əhəmiyyəti artıb. Bütün ölkələr üçün təhsil çox əhəmiyyət daşıyır. O cümlədən Türk dövlətləri üçün də əhəmiyyət daşıyır. Və Türk dövlətlərinin də arasında təhsilin inkişafında müxtəlif inkişaf səviyyələri var, müəyyən fərqlər var. Türkiyənin və Qazaxıstanın universitetləri daha çox inkişaf ediblər. Qlobal reytinqlərdə daha fəaldırlar, rəqəmsal inkişafda daha fəaldırlar, innovativ inkişafda daha fəaldırlar, startup yaradıcılığında daha fəaldırlar. Özbəkistan da təxminən onlara yaxınlaşmaq üzrədir. Onlardan sonra Azərbaycan Respublikası gəlir, bizim universitetlərimiz gəlir. Müəyyən sahələrdə bizim universitetlərimizin nailiyyəti var. Müəyyən sahələrdə bizim hələ inkişaf etməli istiqamətlər var, müəyyən problemlərimiz var, onları həll etməliyik. Və o problemləri də biz məhz inteqrasiya edərək həll edə bilərik. Bu daha sürətli ola bilər. Tarixi analogiya gətirsək, 20-ci əsrin əvvəlində Azərbaycanda hələ universitet yox idi. Amma 20-ci əsrin deməli, əvvəllərində 1918-ci ildə bildiyiniz kimi Bakı Dövlət Universiteti yaradıldı. Daha sonra Sovet İttifaqı yarandı, Sovetlər Birliyi yarandı və bizim universitet Sovet təhsil məkanına daxil oldu və Sovet elm təhsil məkanında Azərbaycanın ali təhsil sistemi universitetləri formalaşdı, inkişaf elədi. Yəni 30-40 ilin ərzində, yəni tarixi baxımdan 30-40 il böyük müddət deyil. Amma o müddət ərzində Azərbaycanda artıq Elmlər Akademiyası yarandı, universitetlər yarandı və s. Yəni elm təhsil mühiti inteqrativ mühitdə inkişaf edir. Tək əldən səs çıxmaz məsəl var. Bu elm təhsil üçün də belədir. Bəli, ayrıca götürülmüş bir ölkə öz hesabına inkişaf edilə bilmir. Hətta böyük dövlət olsa da. Ona görə belə bir inteqrasiyanın Türk dövlətləri arasında elm təhsil sahəsində inteqrasiyanın olması çox vacib. Rəhm müəllim, sözünüzün qüvvəti. Və bugün sizin fikrinizcə biz hansı real potensiala malikik? O barədə də istəyirəm fikrinizi biləm. Real potensial bundan ibarətdir ki, ümumiyyətlə hər bir təhsil sisteminin ilk növbədə vəzifəsi ölkədə insan kapitalının inkişafını təmin eləməkdir. Azərbaycanda da son 20-25 ilin ərzində dövlətin strategiyası neft kapitalını insan kapitalına çevirmək olubdur. Ümumiyyətlə, postsovet dönəmində və postsovet ölkələrində insan kapitalının inkişaf səviyyəsi digər regionlara nisbətən daha yaxşı olur. İnsan inkişafı indeksi deyilən BMT-nin belə bir indeksi var. Orada da Azərbaycan və digər postsovet ölkələrinin mövqeyi nisbətən yaxşıdır başqa bir çox ölkələrə baxanda. Təbii ki, indi bizdə islahatlar gedir, iqtisadi islahatlar və bütün sahələrdə islahatlar gedir. Biz və digər postsovet ölkələr bir ictimai, iqtisadi, ictimai siyasi formasiyadan digərinə keçirik. Bazar iqtisadiyyatı münasibətlər formalaşır. Eyni zamanda həm iqtisadiyyatda, həm siyasətdə, həm təhsildə islahatlar gedir. Və az vaxt ərzində belə kompleks islahatların nəticəsini görmək çətindir və bunları eyni zamanda aparmaq da çətindir. Xüsusən də Azərbaycanın son 30 ildəki vəziyyətini nəzərə alsaq, torpaqlarımızın 20% işğal altında olubdur, çoxlu qaçqınlarımız olubdur və s. Bu amillər də bizim islahatların keyfiyyətinə, təhsil inkişafının mənfi təsir edibdir. Amma şükür Allaha ki, 1920-ci ildə 44 günlük hərbi əməliyyat nəticəsində torpaqlarımızı işğaldan tam azad elədik, zəfər çaldıq. Artıq bu problemi biz həll elədik. İndi növbəti mərhələdə yeni problemlər ölkə qarşısında dayanır. İlk növbədə isə biz deməli postneft dövrü üçün deməli iqtisadiyyatımızı formalaşdırmalıyıq, qeyri-neft sektorunu formalaşdırmalıyıq.
Bununla da əlaqəli dövlətin son illər bir neçə qərarı var. Rəqəmsal transformasiya ilə bağlı, rəqəmsal keçidlə bağlı, süni intellektin inkişafı ilə bağlı, son vaxtlarda rəqəmsal inkişaf üzrə Milli Şura yaradılıbdır. Onun da bu yaxında tədbiri oldu. Orada da görülən işlər haqqında cəmiyyətə məlumat verildi. Yəni müəyyən nailiyyətlər, proseslər var, amma biz bunları sürətləndirməliyik. Buna görə ki, bugün dünyada rəqabət çox yüksəkdir və bu rəqabət artıq sırf elm, rəqəmsal sahə, deməli, texnoloji sahə, insan kapitalı, insan biliyi, bax bu üstəvilərdədir. Və bu sahədə də biz çalışmalıyıq ki, bu rəqabətə davamlı olaq. Həm bizim insan kapitalı, həm rəqabətə davamlı olsun. Bizim insan kapitalı rəqəmsal potensialını gücləndirsin və bu yolla da biz deməli yeni iqtisadi bir formasiyaya keçid edə bilər və biz artıq enerji daşıyıcısı üzərində qurulmuş iqtisadiyyatdan innovativ iqtisadiyyata keçid edə bilər. Müəyyən potensialımız var, amma bunu biz gücləndirməliyik. Müəyyən problemlərimiz var, biz bunu həll etməliyik. Strateji düşüncə ilə baxmalıyıq bu məsələlərə, uzun müddətli dövr üçün planlaşdırmalar aparılmalıyıq. Və bütün bu proseslərdə də bayaq söylədiyim kimi əsas həlledici amil insan kapitalı, insandır. İnsan kapitalı həm onun biliyidir, həm onun qərar qəbul etməsidir, həm onun uzun müddətli dövr üçün layihələndirilməsi, planlaşdırılmasıdır. Yəni, bütün bu işlərlə məşğul olan menecerlər həm yüksək peşəkarlıq, yüksək bilik olmalıdır, həm məsuliyyət olmalıdır, həm strateji düşünmə olmalıdır, həm vətənpərvərlik olmalıdır. Yəni, bütün bu məsələlər kompleks halda ölkənin gələcək inkişafını təmin edir. Bir məsələ də var. Orada biri var, Türk dövlətlərinin, Türk xalqlarının inteqrasiyası. Özümüz bilirik, tarixi baxımdan da buna mane olan səbəblər çox olub. Bugün biz bir tərəfdən Türk xalqlarının inteqrasiyasıyla danışırıq, digər tərəfdən beynəlxalq standartlara uyğun təhsil sistemi yaratmalıyıq. Sirdir ki, dünyanın gələcəyi ondan ibarətdir ki, kimdə bu dəqiqə sərvətlər varsa, kimin texnologiyası varsa, logistikaya nəzarət edirsə, bu üç əsas amildən asılı olaraq bu dövlətlərin dünya miqyasında çəkisi meydana gəlir. Və bizim bu təhsil sistemini biz necə eləyə bilərik ki, həm Türk dünyasının bir-birinə yaxınlaşması, qovuşması, tarixi ədalət prinsipinə yiyələnməsi, digər tərəfdən də dünyanın inkişafından geri qalmamaq üçün. Siz nə fikirləşirsiniz? Yenə də burada təhsilin, elmin, innovasiyanın inkişafı, bunlar hamısı bir-birindən ayrılmaz bir proseslərdir. Bax, istəyərdim bu barədə də sizin fikrinizi öyrənim. Mən hesab edirəm ki, bu günləri dünyada artıq güc mərkəzləri yaranıbdır, sivilizasiyalar yaranıbdır. Məsələn, Şimali Amerika bir güc mərkəzidir, Avropa İttifaqı bir başqa bir güc mərkəzidir, Çin bir başqa güc mərkəzidir. Və s. belə bir neçə bloklar var dünyada. Onlar deməli tarixi, coğrafi və s. digər meyarlarla artıq formalaşmışdır. Və bu sivilizasiyaların içində Türk sivilizasiyası da xüsusi önəmə malikdir. Və bu günlər artıq dünyada soyuq müharibə bitəndən sonra dövlətlərin arasında qlobal şəkildə müəyyən siyasi qarşıdurmalar artıq soyuq müharibənin bitməsi ilə bağlı daha çox başqa istiqamətlərə yönəlir. Artıq sivilizasiyalar arasında. Yəni, burada ola bilər ki, dini amillər nəzərə alınsın, İslam və Xristian dünyası arasında müəyyən qarşıdurmalar biz hiss edirik. Mədəni deməli, amillərlə əlaqəli sivilizasiyalar arasında qarşıdurması. Ona görə biz Türk sivilizasiyasının inteqrasiyasını, birləşməsini və bu səpkidə onların elmini, təhsilini, iqtisadiyyatını inkişaf etdirməyə
düşünürük. Burada da əsas deməli təbii ki, lider rolunu Türkiyə oynayır. Həm əhali sayına görə, həm iqtisadiyyatın gücünə görə, həm dünya siyasətində söz sahibi olduğuna görə, həm hərbi potensialı olduğuna görə hər halda Türkiyə bu günləri NATO'nun ən böyük, Avropada yerləşən ən böyük hərbi gücüdür. Hələ ki NATO yaşayır, söz sahibidir və Türkiyədə bunun demək avanqardıdır. Və bütün bu amilləri nəzərə alaq Türkiyənin qlobal qüvvə olduğunu nəzərə alaraq deməli Türk Dövlətlər Birliyində biz Türkiyənin ətrafında Azərbaycan, Qazaxıstan və digər türk dilli dövlətlər birləşərək bu ittifaqı təmin eləməliyik və burada elm təhsil üçün də müəyyən ortaq məkan yaratmalıyıq. Məsələn, müqayisə üçün deyim ki, bizdə Sovet dönəmində belə bir elm təhsil məkanı var idi. Yəni, Sovet İttifaqının bütün respublikalarında eyni təhsil proqramları, eyni təhsil kurikulumları, eyni dərsliklər, eyni ixtisaslar. Studentlik təhsil sistemi orada var idi, hamısı onlar. Bəli. Bəli. İndi müəyyən qədər deməli mövqe dəyişiklikləri əmələ gəlir dünyada və biz Türk dünyası olaraq deməli özümüz universitetlərimiz üçün standartlar yaratmalıyıq da mən söylədim Avropa Birliyində olan ki, məsələn, Avropa Birliyi Bologna prosesi adında deməli belə bir ali təhsil məkanı yaradır. Avropanın vahid ali təhsil məkanı və onun tələbləri də hamıya məlum nədən ibarətdir. Bizim universitetlərimiz, postsovet ölkəsinin və Türk ölkələrinin universitetləri hələ Bologna prosesinə kifayət qədər inteqrasiya ola bilməyib. Çünki onun mahiyyəti, siyasəti, fəlsəfəsi Sovet dönəmində olan təhsildən tamamilə fərqlidir. Yəni, o Bologna prosesinin tələbləri sırf bazar iqtisadiyyatı, rəqabət, deməli, texnokratik idarə etmə və s. amillərə bağlıdır. Bizim iqtisadiyyatımız bir başqa mövqedə idi və bu iqtisadiyyatda olan keçid universitetlərə də təsir edir. Hələ universitetlər tam formalaşmır. Amma biz buna uyğun olaraq Avropa standartlarına və Avropada qurulan Bologna prosesinə analoji olaraq Türk dövlətləri üçün belə bir standartlar müəyyən eləməliyik. Türk dövlətləri üçün vahid kredi transfer sistemi yaratmalıyıq, vahid kurikulumlar yaratmalıyıq, vahid idarəetmə prinsipləri yaratmalıyıq. Bunun hesabında vahid təhsil məkanı olmalıdır ki, yəni bu ölkələrdə tələbələri universitetin birindən digərinə əgər keçid eləmək istəyirsə, asanlıqla keçə bilsin. Professor müəllim heyəti universitetlərin arasında mobilliyi artsın, tələbələrin mobilliyi artsın. Ortaq resurs olmalıdır. Məsələn, deyək ki, Türk dövlətlərinin universitetləri üçün vahid elektron kitabxanalar yarada bilərik biz. Vahid açıq elm təhsil resursları yarada bilərik ki, hamı o açıq resurslardan elektron formatda istifadə edə bilsin. Vahid onlayn təhsil məkanı yarada bilərik, Coursera kimi. Qısa müddətli mikrokreditlər ola bilər orada, qısa müddətli kurslar ola bilər. Sonra onun əsasında vahid platform universiteti yarada bilərik. Bu platform universiteti diplomların qarşılıqlı tanınması məsələsi də bu çox vacib məsələlərdən. Bəli, bu həmən bu inteqrasiya prosesləri gedəndə, tələblər müəyyən olunanda və artıq bu universitetlərin bugünkü real vəziyyəti nəzərə alınacaqdır. Bizim bu günləri universitetlərin diplomlarının tanınması dövlətlər arası müqavilələr var. Qarşılıqlı ikili şəkildə Azərbaycan-Türkiyə arasında, Azərbaycan-Qazaxıstan arasında, Azərbaycan-Özbəkistan arasında və s. Amma bu müqavilələrlə təyin olunur, amma əslində bu müqavilələrlə yox, standartlarla təyin olunmalıdır. Vahid standartlarla o standartlara uyğunluq. Məsələn, bu yaxında Azərbaycan Respublikasının baş naziri hörmətli Əli Əsədov bir çıxışında qeyd elədi ki, ali təhsildəki problemlərdən danışanda Azərbaycan universitetlərinin böyük əksəriyyətinin diplomları qardaş Türkiyədə tanınmır. Bu müəyyən qədər də bəzi yoldaşlar üçün gözlənilməz oldu. Amma diqqətlə bu məsələlərə baxanda görürük ki, Türkiyə
başqa əcnəbi ölkələrin diplomlarının tanınması üçün Bologna prosesi meyarlarından istifadə edir. Bu beynəlxalq meyarlar. Yəni hansı ölkənin universiteti Bologna prosesinə qoşulursa, o konvensiyanın tələblərinə cavab verirsə, həmən universitetin diplomu artıq bütün Avropa məkanında, Amerikada, yəni sivil dünyada tanınır. O tanınırsa, demək, həmən diplom avtomatik Türkiyədə də tanınır. Amma təəssüf ki, Hocam tam bizim burada bir şey universitetlər, sormak isterim. bəli, Tam sözünüzle ilgili. Şimdi tamamen sizin anlattıklarınızla ben de hemfikirim. Evet, hem dünya içerisinde hem bölgesel güç haline gelmek için gerçekten de inovasyonun, teknolojinin çok gelişmiş olması lazım. Tabii ki bunun kaynağı da üniversitelerdir. Yani üniversitelerde önce başlayacak, evet. ondan sonra piyasaya yayılacak. Üniversite sanayi işbirliği tamam olacak. Burada sizinle hemfikirim. Siz demin dediniz ki yakın zamanda ben Türk Devletleri Teşkilatı'nın bir toplantısına katıldım. Şimdi orada bu alfabe birliği hiç gündeme geldi mi? Çünkü bunun olması için yani biz evet teknoloji birliği sağlayalım ama teknoloji birliğinin içerisinde biz birbirimizle alışverişimizi dahi şu anda ya Rusça üzerinden yapıyoruz ya İngilizce olarak yapıyoruz. Yani bizim henüz ortak bir dil olayımız gerçekleşmedi. Alfabe olayını kabul ettiler ama parlamentolar henüz onaylamadı bunu. O katıldığınız toplantıda ortak alfabe ve ortak dil gündeme geldi mi? Sorun bu hocam. Yox, mən biraz dəqiqləşdirmə aparmaq istəyirəm. Deməli, bu Türk Dövlətlər Təşkilatının birliyinin mən söylədiyim tədbiri, hansı ki, Türkistanda olmuşdu, mən orada iştirak edeməmişəm. Sadəcə orada gedən proseslər haqqında məlumat vermişəm. Ha, anladım. Orada ortaq əlifba söhbəti mən bilən olmayıbdır. Amma ortaq əlifba deməli Türk dövlətlərinin inteqrasiyası söhbəti artıq 10 illərdir gedir. Ortaq Türk dili, ortaq Türk əlifbası söhbəti də bir 15-20 ildir gedir. Mənim yadıma gəlir ki, təxminən bir 15-20 il bundan əvvəl hətta belə təkliflər var idi və bu təklif Türkiyə tərəfindən gəlmişdi. Türk dili dövlətlər üçün ortaq dil Azərbaycan dili olsun, Azərbaycan türkçəsi olsun. Sonra bu görünür başqa Türk dili dövlətlər hələ hazır deyillərdi bunun qəbul olunmasına. Ona görə də bu məsələ son vaxtlar az səslədir. Ümumiyyətlə, dünya bu gün elə sürətlə inkişaf eləyir ki, əgər biz bu günləri ortaq əlifbanın yaradılmasını, ortaq Türk dilinin yaradılmasını önə çəksək, amma texnoloji inteqrasiyanı, elm inteqrasiyasını, rəqəmsal inteqrasiyaya sonradan baxsaq, biz vaxt itirəcəyik. Çünki əlifbanın ortaq məxrəcə gəlməsi, dilin ortaq platformaya gəlməsi bu insanların şüurunda, beynində dəyişiklik tələb edir. Buna xeyli vaxt gedəcək. Bu biz ortaq məxrəcə gələnə qədər və bu ümumiyyətlə gələ biləcəyimi, gələ bilməyəcəyimi, bundan sonra biz rəqəmsal inteqrasiyanı, ali təhsilin inteqrasiyasına baxmalı olsa biz vaxt itirəcəyik və indiki sürətli inkişaf dönəmində vaxt itkisi böyük itkidir. Mənə elə gəlir ki, son vaxtlar bu çox da müzakirə olunmur bu məsələ. Mənə elə gəlir bunu hələ müəyyən qədər biz saxlaya bilərik. Çünki artıq texnologiya özünü də inkişaf elə gedir ki, biz nəinki Türk dilli dövlətlər müəyyən terminoloji və yaxud da ləhcə və dialektik fərqlərə görə anlaşılmada müəyyən çətinliklər yaranır. Artıq texnoloji inkişaf imkan verir ki, biz bilmədiyimiz dillərdə olan mətnləri çox asanlıqla tərcümə edirik, çox asanlıqla onların tərcüməsini səsli şəkildə dinləyə bilirik. Və mən güman edirəm ki, müəyyən vaxtdan sonra texnologiya elə inkişaf edəcək ki, Türk dilli dövlətlər, indi burada saydığımız bu problemlər ki, var idi dillə, əlifba ilə, o problemlər də çox asanlıqla həll olacaq. Əsas bu günlər Türk dilli dövlətlərin konseptual olaraq birliyini təmin eləmək, onların düşüncəsini təmin eləmək, rəqəmsal inteqrasiyasını təmin eləmək,
elm və düşüncədə vahid əqidəni, vahid birliyi, vahid türk dünyası ideologiyasını insanlara tanıtmaq, qəbul elətdirmək. Bax, bu qaydada mənə elə gəlir ki, əlifba və dilin vahid platformada formalaşmasını biz gözləmədən bu mühüm iqtisadi, siyasi, texnoloji inteqrasiya prosesləri ilə məşğul olmalıyıq. Və o iqtisadi, texnoloji nailiyyətlər də bu problemlərin həllini daha da asanlaşdıracaq. Mən belə görürəm. Yani Özür haklısınız istəyirəm. orada. Tabii ki özür diliyorum hocam. Tamamlayıp sözü size bırakıyorum. E, Evet, dilin tam şey olmadan Refail hocamın da bahsettiği şimdi diplomanın kabul edilmesi. Öyle ya Azerbaycan'daki öğrencinin diplomasının Türkiye'de kabul edilmesi için bunun e, belli bir düzeyde dilin anlaşılıyor olması lazım. Yani çeviri yerine Türk dünyasının bir ortak şeyi olur. O ortak çerçevede daha kolay olur. Ama size de katılıyorum. Bunu beklemek yerine çünkü orada bir takım zorluklar var. Evet Azerbaycan Türkçe, Türkiye birbirini anlıyor ama henüz Kıpçak Türkçesine biraz vakıf değiliz. Oranın da biraz olgunlaşması lazım. Ama teknoloji tabii ki ortak şeydir. Burada bir mutabakata varmak ya da teknoloji konusunda işbirliği yapmak önümüz açık. Rafael Hocam söz size. Buyurun. Çox sağ olun. Mən tamamilə sizin fikrinizi bölüşürəm Mətin bəy. Bu sahədə İlham müəllim də öz fikirlərini dedi. Bir şey də nəzərə çatdırmaq istəyirəm ki, bugün artıq var tərcümə aparatları sinxron tərcümə eləmək üçün istənilən dildən tərcümə eləməyə imkanları var. Burada süni intellektin imkanlarını biz nəzərə almalıyıq. Biz nəzərə almalıyıq ki, ümumiyyətlə dilin özünün yaxınlaşması bizə hər şeydən əvvəl milli kodun açılmasında bizə kömək eləyir. Digər tərəfdən elmi texniki tərəqqinin barometri ola bilər bu dillərin inkişafı. Əgər hərə oturacaq öz evində öz işinlə məşğul olacaq, kənd təsərrüfatından gediş-gəliş olmayacaq, bir-birini görə bilməyəcəklər. Burada hansı dilin qaynayıb qarışmasından söhbət gedə bilər. Ona görə də mən gələcəkdə bu işin daha da inkişaf eləməsi üçün logistikanın düzgün qurulmasına mən həmişə deyirəm ki, biz fikir verməliyik. Bu artıq elmdə təsdiq eləyib. Xüsusilə də İpək yolunun bərpa olunması, bu tarixi həm ədalətin bərpasıdır, həm insanların gediş-gəlişini asanlaşdırmaq üçün bizə lazımdır. Bu kommunikasiya vasitələrinin daha düzgün qurulmasından çox asılıdır. Bu bir də ki, Hocam mənə son gəlir ki 5 dakikamız var. Rafael Hocam 5 dakikamız var. Sorunuzu isterseniz sorun. Hocam 5 dakikayla konuşsun. Kesilecek 5 dakika sonra. Buyurun. Ben ona göre deyirəm ki, bu kommunikasiya vasitələrinin inkişafı burada xüsusi bir rol oynamalıdır. Daha doğrusu bu adamların birbirine gediş gelişmesinin gediş hakkı bu nispeten başka yerlere nispeten daha serfeli kıymet olmalıdır ki insanlar geçsinler, gelsinler, görüşsünler ve dilimizin inkişafına hizmet eləsin. Mən istəyərdim İlham bəyin həqiqətən çox mən təşəkkür eləyirəm bu gəlişinə görə. Bizim artıq bu nə birinci görüşümüzdür, nə sonuncu görüşümüzdür. Mən istəyərdim ki, İlham bəyə onun fikirlərini yekunlaşdırmaq üçün söz verək və bugünkü verilişimizi də yəqin ki, yekunlaşdıracağıq. Sağ olun. Mən sadəcə bildirmək istəyirəm ki, bu danışdığımız məsələlərlə bağlı yadınızda varsa 5 il bundan əvvəl biz belə bir müzakirə apardıq. Virtual Turan Universiteti, yəni türk dilli dövlətlərin vahid bir onlayn universitetin yaradılması, adını da şərti qoyduq, Virtual Turan Universiteti. Müzakirə elədik və maraqlı da fikirlər oldu. Əvvəllər də bu mövzuda mənim bir neçə məqalə olub, amma təəssüf ki, son 5 il həmən söhbətdən sonra bu sahədə real inkişaf olmuyor. Amma son ilin ərzində Qazaxstanda olan həmən o tədbir və bu yaxında Türkiyədə süni intellektin inkişaf strategiyası qəbul olundu və s. Yəni Türkiyədə bu sahənin sürətlə inkişafı və digər türk dilli dövlətlərin də sürətlə həmən inkişafa
can atması bizim respublikamızda da son illər ərzində xeyli belə qərarlar qəbul oldu, müəyyən işlər gedir. Mən düşünürəm ki, logistika öz yerində, amma biz artıq ipək yolunu rəqəmsal ipək yoluna çevirməliyik. Və buna görə də bu proseslər, yəni sərhədlərin fiziki keçilməsi, sərhədlərin fiziki olaraq aşılmasındansa biz sərhədsiz olaraq, demək, artıq elə bir rəqəmsal dünyada türk dövlətləri arasında fiziki sərhəd olmur. Bilikdə, informasiyada, innovasiyada artıq bu məkanda çox rahat sərbəst hərəkət edəcək. Və buna uyğun da bir strategiya qurub, müəyyən hərəkətlər edib, müəyyən layihələr edib, müəyyən işlər görüb, inkişafa can atmalıyıq. İndi inşallah növbəti verilişlərimiz olacaq. Bu böyük bir qlobal problemdir, kiçik bir söhbətdə bunu əhatə etmək təbii ki, mümkündür. Biz sadəcə bu məsələnin qoyuluşu haqqında bu gün danışdıq. Gələcəkdə bunun ayrı istiqamətləri haqqında daha geniş yəqin ki, söhbət edəcəyik. Mən də minnətdarlığımı bildirirəm bu söhbəti təşkil etmə görə. Mətin bəyə də, Rəfail müəllim, sizə də. İnşallah bu belə müzakirələrimiz davamlı olar və biz bu müzakirələr nəticəsində müəyyən ola bilsin ki, təkliflər də verə bilərik. Ben kendi adıma çok teşekkür ediyorum. Hocam sağ olun, sizden çok istifade ediyoruz. Eminim ki o sahada çalışmak isteyen hem bilim adamlarımız hem öğrencilerimiz bundan çok istifade edeceklerdir. Kendi adıma teşekkür ediyorum. Kapanış yapmak üzere son sözü Refail Bey'e veriyoruz. Refail Bey, 2 dakikamız var. Çox sağ olun. Mənim üçün əziz olan həmkarlarım, bu yenə də deyirəm, bizim sonra o 5 il bundan qabaq proqnozlaşdırdığımız real vəziyyət artıq görürük ki, cəmiyyət tərəfindən də qəbul olunur. Sonsuz olaraq onu demək istəyirəm ki, Türk dünyası üzərindən dünya sivilizasiyasına qovuşmaq kimi bax belə bizim bir ideyamız var. O müəyyən olunan bir hamının qəbul etdiyi bir sistemdir. Sizə də təşəkkür edirəm. Növbəti bizim verilişimizə qədər. Sağ olun. Peki, iyi akşamlar diliyorum. Görüşmek üzere. Sağ olun. İyi akşamlar. Sağ olun. Hoşça kalın. Sağ olun.